Salam, hər vaxtınız xeyir olsun. Dinamo Kiyev Qarabağ oyunundan sonra oyun öncəsi mətbuat konferansına xoş gəlmişsiniz. Öncə Qurban mənim fikirlərini bildirsiniz, daha sonra suallara geçək. Salam Ömər Bey'nizi. Vacib bir səfərə çıxırıq. Ümumən yaxşı bir komandaya qarşı oynayacağıq və çox ümumiyyətcə bizə Azərbaycana çox tanış bir komanda, həm azarkeşləri çox olan bir komandaya qarşı oynayacağıq. Ümumi düşünürəm ki, maraqlı oyun olacaq. Nəticəsi nasıl olmayaraq, amma oyuna demək olar ki, tam istədiyimiz kimi hazırlaşmışıq və yaxşı nəticə üçün gedirik. Bilirik, rəqib də çox ciddi hazırlaşır, hətta çempionat oyunlarını təxirə salıblar, bizə qarşı hazırlaşırlar. Hər bir halda inanıram ki, nəticə üçün ən yaxşıdan düz etməyə çalışacağıq. Buyurun. Buyurun. Uğurlar sonra vaxtilə Juninho, daha sonra Kamil oturan Qarabağa Vinker kimi gəlsə də çox yaxşı formada mərkəz üzümüz kimi formalaşa bilmişlər. Misal onun yokluğunda heyətə baxanda Sefası mərkəz üzümüz kimi görünür. O da həm qabaritlərinə görə, həm texnikalı cəhdi. Düşünmək olar ki, növbəti Juninho, yəni formalaşması baxımından mərkəz üzümüz kimi Sefası oynatma olar və Sabonun yokluğu ilə Sefası mərkəz üzümüz kimi oynaması sağdan yəni yaxşı şansdır. Yaxşı sınaqdır sizin üçün. Hansısa bir dəyişikliklər olacaq. O da variantlardan biridir, amma ola bilər ki, bu oyun ola bilər başqa oyunlarda, yəni belə bir dəyişiklik olacaq, amma hələ ki tam qəti qərar verməmiş ki, Sefas orada oynayacaq deyə. Buyurun. Dinamo Kiyev'in adı yoksa futbolcuları ve ikinci sualında CSKA, Dinamo Kiyev, Məhmin Abdülsəs, yani rəqiblər güclü. Demək olar ki, Qarabağ bugün Avrupa kuboklarda həm də çempion olmamağının bir qədər əziyyətini çəkir və bu məqam sizin növbəti mövcudun ki, Qarabağın baxımından daha çox motivasiya edilmir. İlk olaraq, yəni, məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. Yəni, həmişə mən özümüzdə istəmişəm ki, komandam həmişə mənim düşündüyüm kimi hazırlıq planında tam hazırlığını keçə bilsin. Amma bugün düzü bir komandamda bəzi narahatçılıqlarım var. Hansı ki, cavab oyundan sonra Safiyada bəzi futbolçularda mikrozədələr oldu və məşqləri, belə deyək ki, bəzi futbolçular tam proqramımız üzrə hamısını eləyə bilmədilər. Və mən hətta oyundan sonra özümüz məşqlər arasında danışırdıq. Fikirlərini bildirdim ki, yəni bugün 120 dəqiqə oynamaq istənilən komanda üçün hələ tezdir. Və əlaqüstə yeni formalaşmış bir komanda, hansı ki biz, yəni komandada futbolçular dizbalans onların hazırlığında hələ 90 dəqiqə hazır olmayan belə futbolçular var, amma bugün çıxıb 120 dəqiqə oynamaq, əlaqəsi bu cür rəqibə qarşı bizim üçün çox oyundur və həddindən artıq yüklənirlər futbolçular. Onların bərpası inanın ki, gec oldu, həm də oyundan sonra yenidən geri qayıtmaq yolda, yəni gecə narahatçılıqlar. Yəni buna görə bu məqam məni narahat edir, özümüz narahat edirik, amma belə rəqib yox, əksinə belə rəqiblərə qarşı oynamağı mən həmişə xoşlamışam. Yəni belə prestij klublara qarşı, hansı ki, əlaqəstə köhnə postsovet ölkələrinin hansı ki komandasına qarşı, yəni mən əvvəl qeyd etdiyim kimi Dinamo Kiyevə mən özüm o vaxt azarkeşlik etmişəm. Yəni uşaq vaxtımda, o vaxt mən özüm onlara azarkeşlik edirdim. O vaxt Dinamo Kiyev Spartak idi belə. Baxmayaraq ki, mən bugün belə deyək də köhnə Spartakın oyunu daha yəni mənim üçün uyğundur, daha onların oyununa böyük dəyər verir, amma ümumi olaraq özüm Dinamo Kiyevə daha çox azarkeşlik edirdim. Və sonradan futbolun içine girdikcə biraz fikirlərim əlbəttə ki, biraz dəyişdi. Amma hər bir halda bu cür komandalara qarşı oynamaq bizim üçün həmişə prestij olub və ölkədə bəlkə başqa komanda olsaydı bugün bu oyuna maraq bundan daha az olardı. Çünki bu komanda hamı tanıyır, hamı əvvəlcədən hətta yaşlı nəsil belə deyək ki, bu komandanın oyunlarına baxıblar. Buna görə məncə belə komandalara qarşı oynamaq mənim üçün həmişə
prestij olub və belə çəkinməmişəm. Əksinə mən həmişə dəfələrlə bildirmişəm ki, böyümək üçün, daha irəli getmək üçün bu cür komandalara qarşı oynamalısan, bu cür komandalara qalib gəlməlisən ki, daha inamlı olmaq üçün. Qaldı ki, ikinci sualına nə idi? Güclü olması, hə. Ümumən, çox oynamışıq belə rəqiblərə qarşı. Yəni, belə turnirlərdə, yəni bizim kimi, belə deyək, keçən il biz həddindən artıq çox yükləndik. Yəni, Çempionlar Liqasının qrupunda həddindən artıq çox yükləndik və bizim kimi çox komandalar keçən ilkin nəticələrini qoruyub saxlaya bilmədilər. Yəni, bizim səviyyədə, bizdən biraz yuxarı komandalar öz çempionatda hətta öz səviyyələrini qoruyub saxlaya bilmədilər. Çünki yükləmə, yenə deyirəm ki, Çempionlar Liqasının onun çəkisi başqadır. Hətta təkcə qrupda yox, ümumiyyətcə, yəni bu ad tam başqadır. İstər play-off mərhələsinə kimi olan oyunlar olsun. Orada həm məsuliyyət, həm gərginlik həddindən artıq başqadır. Və burada isə bu komandalar sanki indi həmən qruplarda oynamağa başlamışlar. Yəni rəqiblər elə rəqiblərdir. Bunlar hamısı hər biri gözləyirlər ki, Avroliqanın qrupunda oynasınlar. Və əlbəttə ki, əksinə, yəni mən yenə dəfələrlə deyirəm ki, yəni insan və yaxud kollektiv həmişə bir sağlam olmur və həmişə hətta biznes olsun belə o il boyu eyni nəticələr olmalı deyil. Yəni eyni belə deyək də gəlir olmur, eyni göstəricilər olmur. Amma gedişatda bunu yaxşılaşdırmaq əlavə bizim üçün vaxt sərf lazım olur, əlavə bizim üçün güc sərf eləmək lazım olur. Və əksinə dediyim kimi, yəni baxmayaraq biz qalib gəlmədik Sofiyada, amma yəni biz məğlub da olmadıq ümumi finallaşmada, yəni iki oyun nəticəsinə görə düzdür. Hər iki oyun bərabərliklə başa çatdı, amma ümumi olaraq mən cavab oyunda ümumiyyətlə komandadan razı qaldım. Yəni deyirəm ki, öz xarakterindən, hansı ki, sona kimi inamlı olmasından. Və indi sadəcə bu oyunda düzün deyim ki, bir balaca narahatçılığın bəzi futbolçulara var, hansı ki, mikrozədələr bərpa olunurlar, amma hələ tam qaydasında deyil. Və eləcə də Savonun birdən-birə yəni bu cür oyunlarda, hansı ki, bu cür rəqiblərə qarşı daha fiziki göstəricilər, qabaretlər lazım olur. Yəni belə onun üçün olmaması, bu da əlavə bir, belə deyək, bizim üçün düşünülməyən bir epizod oldu. Və buna baxmayaraq, rotasiyalar eləyəcəyik və bu oyuna yaxşı hazırlaşacaq, yaxşı oyun göstərmək üçün gedirik ora. Amma dediyim kimi, çempionluq həmişə bizə yazılmayıb və yaxud UEFA Liqası, digərlər bizə yazılmayıb. Çünki rəqiblər də illər boyu görsən ki, bu turnirlərdə iştirak etmək üçün əziyyət çəkirlər, neçə illərin proqramını qururlar. Bugün gəlib o konsepsiya, belə deyək, özünü onlar tərəfindən bəlkə doğruldubsa, bizim ola bilər ki, biraz yenilənməyə ehtiyacımız var və inşallah belə yolumuza davam edirik. Yəni, bugün o demək deyil ki, bizim durumumuz yaxşı deyil və yaxud bizim tutduğumuz yol düzgün deyil. Yox, əksinə, yəni biz daha yaxşı, daha möhkəm olmaq üçün, daha iddialı olmaq üçün adımlar atırıq. Ola bilər ki, bu bir ay ərzində tam özünü doğrulsun. Ola bilər biraz vaxt lazım olsun, bir 6 ay olsun və yaxud 1 il olsun. Yəni biz bəzən düşündüyümüzü həmən həyata keçirsək nə yaxşı olardı. Amma inşallah düşünürəm ki, yaxşı olacaq, hər şey qaydasında olacaq və biz bu idmandır, yəni öz mübarizəmizi sona kimi aparacağıq. Buyurun. Romanı xoş gördük. Valla ön öncəsi qısa olaraq arzuluyuram. Sağ olun. Romanın sualım belədir. Bugün İran komandasının təmsil etdiyi ölkəyə və ümumi vəziyyətə baxdıqda həmin senarini biz də vətən müharibəsi zamanı yaşamışdıq. Ölkəmizdən kənarda oyunlar keçirmişik. Bunun psixoloji olaraq oyuna belə deyək, yansımasını necə görürsünüz? Biz çox az müddət keçirdik bu oyunları. Sadəcə bir turnir deyəsən, səhv Türkiyədə biz keçirdik, amma Dinamo Kiyev yəni, mütləq təsir olacaq. Yəni, əlbəttə ki, o motivasiya, bəlkə o azarkeş. Mən də istəyərdim ki, bugün məsələn Kiyevdə oynayardıq. Onların o böyük stadionda oynayardıq, hansı ki, yəni bu belə deyək də Lavanovskin komandasında, onların o stadionda orada oynamaq bizim üçün də çox xoş olardı. Bizim
orada xeyli sayda böyük etmə azarkeşlərimiz olacaq idi. Yəni, mənim üçün də çox belə maraqlı olardı orada oynamağa. Amma buna baxmayaraq, yəni, bu dəqiqə futbol elə bir həddə gəlib çatıb ki, yenə qeyd edirəm ki, səfər, ev, yəni bəzi oyunlar hətta səfərdə oynamaq hamı üçün bəlkə daha asan olur, nəinki öz meydanında oynamaq. Yəni, o məsuliyyət bəlkə orada daha az olur. Necə az olur? Yəni, daha orada gərginlik, yəni komandada, hansı ki, həyəcan biraz ola bilər, daha az olur. Amma hər bir halda təsiri var. Amma yəni, bu Dinamo Kiyevdir. Yəni, bunlar neçə oyun oynayırlar orada, neçə illərdə oynayırlar. Elə bir inanmıram ki, o onlara təsir eləsin. Amma əlbəttə ki, öz 40 min, 50 min azarkeşin qarşısında oynamaq onlar üçün də əlavə bir presticdir. Və istəməzdim ki, belə bir müharibə şəraitində oynasınlar əlbəttə ki. İnşallah tezliklə müharibə qutarar, tezliklə hamı öz evinə, öz yurduna qayıdar və öz azarkeşləri sevindirərlər. Amma hər bir halda həyatdır, yəni bunlarla belə hallarla razılaşmaq lazımdır. Sadəcə bəzən biraz tez, biraz gec olur, amma inanıram ki, nəinki Ukrayna, Rusiya, hətta bütün dünyada bu problemlər tezliklə yoluna qoyular. Hamı xoş, firavan yaşayarlar, uşaqlar, nə bilim belə xoşbəxt olarlar. İnşallah tezliklə keçər hamısı. Buyurun. Bunlarla qarşı 2 oyun olduğunu arasında. Ukrayna mətbuatı çox narahatdır. Dinamo son 4 oyun eşili oldu. Üstəlik son 2 oyunda 5 gol oldu. Üstəlik axirətin 4 oyuncusu zədələdi. Bu biraz nişbinliyi verir ona. Mən son 2 oyuna baxdım. Ümumiyyətlə nəticə belə deyək də, yəni gördüyümüz nəticə oyuna görə deyil. Bəli, Apoel yaxşı komanda idi, yaxşı oynadılar. Haqlı bəlkə də qalib gəldi, amma yəni tam düşünüldüyü kimi deyil hər şey. Və əksinə 2 oyuncu, yeni oyuncular götürüblər, müdafiə xəttinə də götürüblər yeni oyuncular və təcrübəli oyuncular götürüblər. Mən deməzdim ki, bugün onların müdafiə xəttində hansı bir problem var. Yəni, biz də 2 oyuna 1 gol vurmadıq. Yəni, bizdə də ola bilər hansısa bir çatışmazlıqlar var, amma sadəcə yəni bu fikirlər yəni bizə təsir eləməli deyil. Biz sadəcə biri belə yazır, digəri fərqli yazır. Bizə təsir eləməli deyil. Biz sadəcə yaxşı bir komandaya qarşı hazırlaşırıq və çox diqqətli olmalıyıq. Həm təcrübəli, həm cavan futbolçularla qurulmuş bir yaxşı fiziki dinamik komandaları var. Buyurun. İndi biraz optimal formada olmaq hələ tezdir istənilən futbolçuya, hal-hazırda bugünkü gün üçün, amma yəni bugün Yankoviç 120 dəqiqə meydanda dözdüsə, deməli yavaş-yavaş öz fiziki formasını qaytarır və belə oyunculara öz fiziki formasında qaydasında olması lazımdır. Yəni, çünki onların təcrübəsi, onların topla davranışı var. Zaten ona görə bu komandadadılar. Amma onlar məncə tez bir zamanda qaydasına düşəcək. Amma yəni axtarışlarımız var. Bəli, elə orta xəttdə də axtarış edir və hər xəttdə dediyim kimi, yəni bizim axtarışlarımız var. Əfsus olsun ki, hələ ki tam düşündüyümüzü əldə edə bilmirik, amma inanıram ki olacaq. Yəni inanıram ki olacaq. Böyləsə. Bunu arzulayacağım. Sualın birinci, biz bir gündə öz komandamız Avropalıları mübarizəndə sizə də fayda eləmişdir. Sizə de mən də sizin bu digər komandalarımız haqqında fikirləriniz də onlara baxdınız. Digər məsələ isə Şahbudin Məhəmmədəli sizə eləcək deyil. Həmən deyim, yəni Şahruddinlə bağlı belə bir şey, məndə belə bir məlumat yoxdur. Mən bilmirəm. Yəni o bizim komandamızda inanmıram ki, belə bir danışıqlar olub. Qaldı digər komandalarımıza əfsuslar olsun ki, bəli, məğlub oldular. Amma sevindirici hal nədir? Oyunla yox.
yəni göstərdikləri oyuna baxsaq, yəni yaratdıqları qol epizodlarına baxsaq, ümumi oyunun gedişatına baxsaq, istər Neftçi olsun, istər Zirə olsun və o cümlədən biz olaq, hansı ki biz də məğlub olduq sonda. Yəni məncə oyuna görə olan nəticə deyil idi. Və əvvəlki vaxtları biz nəzərə alsaq, əvvəlki illəri biz nəzərə alsaq, yəni belə inamlı bizim bütün klublarımız çıxış eləməmişdi. Sırf inamlı, sən elə bil bu yarışlara hazırdılar. Ola bilər ki, biraz vaxt lazım olsun, ola bilər daha da, belə deyək, genişlənməlidirlər, daha da geniş bir heyət qurulmalıdır. Bəli, bu şeylər ola bilər, amma ümumi olaraq istər rəhbərlikləri olsun, istər məşqçilər heyəti olsun, istər futbolçular olsun, yəni hər iki komandada bizim yerli futbolçularımız neçəsi iştirak edirdilər və hamısı çox inamlı özlərini göstərirdilər və bu çox müsbət bir haldır və istəməzdik ki, məğlub olsun, amma ümumi məncə çox inamlı bir oyunlar keçirdilər hər ikisi. Çox inamlı, yəni ilk dəqiqələrdən sona kimi ümumi götürsək belə məğlub olmaya layiq deyildilər. Buna görə məncə gələn il daha yaxşı nəticələr olacaq. Çünki bu çox vacibdir ki, ümumiyyətcə bütün klublar, ümumiyyətcə ölkə futbolu belə deyək də Avropa arenasında o inamı qoruyub saxlasın. Və çoxdan idi ola bilər ki, bütün klublar bu inam yox idi, amma get-gedə hər bir komandamız, hər bir klubumuz çox ambisiyoz hazırlaşdılar bu oyunlara. Hamı istəyir ki, Avropada oynamağa. Niyə? Çünki inamına görə. Ona görə yox ki, bir oyun çıxdılar, məğlub oldular, geri qayıtdılar. Amma daha irəli getmək üçün öz qarşılarına məqsəd qoyurlar və bu sevindirici haldır. Get-gedə intriqa böyüyür və o cümlədən klublarımız böyüyür, rəhbərliklər, məşqçilər, hamısı, yəni təcrübələri həddindən artıq çoxalır və əsas inamlı olmaq və inanıram ki, inşallah qarşıdakı illərdə daha yaxşı nəticələrimiz olacaq və elə bu da lazımdır. Buyurun. Qurban müəllim, son oyundan sonra Kopaskaya çox tənqid edildi. Ümumiyyətlə siz son oyundan sonra şəxsən özünə söhbət etmişsiniz, psixoloji vəziyyəti necədir? Normal, qaydasındadır hər şey. Ümumiyyətcə, biz bunu qəbul eləməliyik. İlk, əlbəttə ki, şərait, imkan yaratmamalıyıq ki, biz tənqid olunaq. Yəni, bu, bizim belə deyək də, istər tək mən olum və yaxud istər kollektiv şəkildə olaq, biz bunu daima bu barədə düşünürük. Yəni, ən azından biz həmişə, hətta məğlub olduğumuz oyunlarda belə bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə həmişə olub bir görsən, bəzi bir kütlə, hansı ki, narazılıqlar olub, yəni bu da normal bir haldır. O cümlədən Kaxalskidə mən tənqid olunması, bilmirəm, belə bir ciddi bir şey varmı? Sadəcə 11 metrələr idi, orada belə deyək də kömək elə bilmədi, belə deyək, amma sadəcə rəqibin də ustalığını nəzərə almaq lazımdır, amma hər bir halda məğlub oluruqsa, əlbəttə ki, tənqid olunmalıyıq. Sadəcə indi yaxşı oyunu, yaxşı mübarizəni yavaş-yavaş ona diqqət ayırmırlar, sadəcə sırf nəticəyə. Yəni, məğlub olsa deməli, pis hər şey qaydasında deyil. Amma normaldır, Kaxalski yavaş-yavaş komandaya tam uyğunlaşır, təcrübəsi artır və belə ümumiyyətcə böyümək üçün, belə deyək də, mütləq belə tənqidləri biz qəbul eləməyi bacarmalıyıq, mütləq. Bəzən olur, görürsən, biraz, belə deyək də, o xəttdən kənara çıxırlar, o da hər yerdə var, hər yerdə var o da. Roman, böyle ehtimal yeni mövsüm, yəni, çempionluğunda iki əsas komanda olsa, Sabah və Qarabağ. Bu mövsüm ki, Sabah'a, yəni, ən azından çempion arqasında 4 oyunu görürsünüz. Daha da güclənir sizə komanda, yeni transferlər var. Yəni, bu 26-27 mövsümündəki Sabah'a qarşı oynamaq, yəni, daha çətin olacaq, bildirdir. Çempionluq bazası daha gərin gedəcək mi sizə? İlk olaraq Sabah'a bugünkü oyunda uğurlar arzulayıram. Bugün də çox vacib oyunları var. Mən çempionluq uğrunda məncə iddialılar çoxalır. Dünən də Ehtram müəllim
müsahibəsində gördüm ki, çempionluğa oynayırlar və keçən il də bu cür iddialı idilər və keçən il ki, belə deyək ki, o oyunları ilə, o istəklərini göstərdilər ki, bu il keçən ilkindən daha istəkli olacaqlar və daha hazırlıqlıdırlar. Yəni, həm çempionata hazırlaşmağa vaxtları çox oldu və bəlkə də bizim bilmədiyimiz yerlər var, hansı ki, ola bilər daha komandanı möhkəmləndiriblər və yaxud möhkəmləndirəcəklər. O cümlədən Neftçi, yəni onların açıqlamasında çempionluq bəli, yəni çempionluğu oynayacaqlar və o cümlədən Sabaha qarşı, yəni Sabah bugün yəni təcrübəli komandadır və ümumiyyətcə mən bir fikrimi bildirim. Avroliqa ayrıdır, Konfrans Liqası ayrıdır. Çempionlar Liqasında istər bir oyun, istər iki oyun oynayılan, yəni o səni daha inamlı edir və daha təcrübəli edir. Bugün Sabah keçən ilkindən daha təcrübəlidir, daha sərbəstdir meydanda ümumiyyətcə, daha inamlıdır. Həm oyun planında, həm yenə deyirəm ki, o təcrübə planında daha sərbəst meydanda və bəli, bu istənilən komandaya böyük çətinlik yaradır. Qarşında əgər inamlı bir idmançı durursa və ya inamlı bir kollektiv durursa, sənin üçün də asan olmayacaq. Yəni, mütləq şəkildə yaxşı hazırlaşmalısan. Buna görə bu il, bəli, mənə elə gəlir ki, daha gərgin çempionat keçəcək. Və buna görə, yəni dediyim kimi, daha səliqəli olmalıyıq, daha diqqətli hazırlaşmalıyıq bu çempionata. Amma hələ ki fikrimiz yenə bu oyunlardadır, Avropa oyunlarındadır, hansı ki 2 oyunumuz var ən azından. Buna hazırlaşacağıq. Yəni çünki ümumiyyətcə futbol, yenə deyirəm ki, elə bir səviyyə gəlib çatıb ki, get-gedə zərərlər çoxalır, yəni travmalar çoxalır həddindən artıq, çünki daha çox güc sərf olunur, daha böyük sürət tələb olunur oyunlarda və əlaqəsə sıx qrafikdə, yəni heç danışılası deyil. Buna görə mən bu ilki çempionatı inanıram ki, daha da azarkeşlər, sizlər üçün yaxşı, maraqlı bir, gərgin bir çempionat olacaq. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun, təşəkkür ederim.